Bismillahirrahmanirrahim. İlk olaraq onu deyim ki, mən hörmətli Baku TV-dən Elçin bəyin verilişində Elşad Miri ilə debat etmək üçün dəvət aldım və mən öz razılığımı bildirdim. İnşallah ki, yaxın günlərdə görüşümüz gözlənilir. Yəqin ki, bu qədər çıxışlarımdan sonra onun da mənə deyəsi sözü var və arzu edirəm ki, o da razılıq verəcək. Bizim debatımız alınacaq. Sözsüz ki, mən bu çıxışları, Elşad barədə olan çıxışları etmək istəməzdim. Sizə qeyd etmişdim ki, dəfələrlə, illərlə, aylarla mən cəhd eləyəndən sonra görüşə, istər şəxsi, istər də debat üçün görüşlərə gəlməyəndən sonra mən bu çıxışları etmə məcburiyyətinə qaldım. Dinimiz üçün, uca Allahın haqq yolunu qorumamız üçün. Və arzu edirəm ki, o da razılıq verəcək və bu həftə bizim inşallah ki, debatımız alınacaq. Maraqlıdır, birdən əgər debat alınmazsa, əziz izləyicilərə deyirəm ki, şərhlərdə yazsınlar. Amma xüsusən də onu da qeyd edeyim ki, şərhlərdə həmişə çalışın, etikadan qırağa çıxmayın. Hər bir kəs öz evində aldığı tərbiyəni göstərir və yaxud da öz getdiyi yoldan aldığı tərbiyəni göstərir. İstər dini məsələlərdə, istər nə məsələ olsun, çalışın, elmlə, ədəblə şərhlər yazın ki, qardaşlar da oxuyan faydalansın və söyüşə, təhqirə yol verməyin. Xüsusən də Elşad Mirini müdafiə edənlər ki var, onlar da yazsınlar ki, şərhlərdə ki, əgər Elşad Miri gəlməzsə, bunun mənası nə olacaq, onu yazın, biz də çalışarıq ki, oxuyaq. Bu günlərimdə dəvət eləsələr yenə də debata çıxaram. İndi isə keçim əsas mövzuya. Elşad Miri Baku TV-nin və yaxud da digər efirlərin verilişlərində bəyəndiyi və razı qaldığı bir Quranı tərcümə edən şəxsdən danışır. İlk olaraq onu dinləyək, sonra da davam edək. Məsələn, deyirik ki, mən səhv tərcümə elədim. Buyurun, bir dənə də tərcümə sizə əlavə. Hələ bunu artıra bilərəm, bir 10 dənə də belə tərcümə verə bilərəm. Muhammed Əsədi verə bilərəm, başqa. Necə axtarıram, onu da deyim. Məsələn, bu əlimdə indi buradadır, bəzən bunu çox bəyənərək oxuyuram. Muhammed Əsəd. Bu əslində orijinalı ingilis dilindədir bunun. Əziz izləyicilər, Elşad Mirinin təriflədiyi Məhəmməd Əsəd kimdir? Gəlin ona nəzər salaq. Məhəmməd Əsədin əsl adı Leopold Weiss'dir. 1900-cü ildə Avstriya, Macaristan imperiyasının tərkibində olan Lvovda, indiki Ukraynada qatı Yahudi dindar ailəsində anadan olub. 1992-ci ildə dünyasını dəyişib. Babası Yahudi haxamı olub. Bu Məhəmməd Əsəd adlanan kəs Almaniyaya köçərək orada jurnalist işləyib. Həyatı uzundur, amma mən qısa qeyd elədim. Almaniyada İslamı qəbul edir. Biz müsəlmanlar da belələrinə sevinib tez qucaq açanıq. Bəziləri isə ola bilsin ki, bu qucaq açmadan sui-istifadə də edir. Hər şeyi də Allah bilir. Həmin bu kəsə də, Yahudilikdən İslamı qəbul edən kəsə də müsəlmanlar qucaq açırlar və bu kəs gedib Ərəb ölkələrində və müsəlman ölkələrində yaşayır və həmçinin yüksək vəzifələrdə belə çalışır. Özünə rəğbət qazanandan sonra illər ərzində təzədən Avropaya qayıdıb, orada da yaşayır, kitablar yazır və o cümlədən də Quran-ı Kərimi ingilis dilinə tərcümə eləyir. Təəssüflər olsun ki, çox bərbad vəziyyətdə tərcümə eləyir. Həm ərəb dilinə uyğun olmayan tərcümələr eləyir, həm İslam əhkamlarına uyğun olmayan tərcümələr eləyərək ingilis dilində Quranı insanlara təqdim eləyir. Bu tərcümədə çox böyük səhvlər vardır, lakin onlara mən toxunmaq istəmirəm. Sadəcə maraq üçün birini qeyd edeyim ki, bu adam Quranda uca Allahın adını Allah olaraq biz bilirik. Ərəb dilində Allah deyilir, biz də müsəlman olaraq Allah deyirik. Bu insan Quranda bir yerdə belə Allah sözü işlətmir, yalnız qad sözü işlədir. Sözsüz ki, mən demirəm Allahın adını tərcümə olaraq başqa dildə demək olmaz demirəm, demək olar. Bu şərtlə ki, o ad aşağılayıcı ad olmasın, hansısa həmin o dilin sözündə və ya hansısa bütlərin, ilahların, digər ilahların, haqqı olmayan ilahların, məbudların adı olmasın. Belə olmazsa, uca Allahın adını qad, boq və s. demək olar, tərcümə olaraq, işarə olaraq. Amma məlumdur ki, hətta qeyri-müsəlmanlar da bugün Allah sözünü işlədir. Xüsusən də sən əgər Quran tərcümə edirsənsə, Quranın içində də Allah sözünü işlətmək daha yaxşı olardı. O qədər onun səhvləri var ki, onlara toxunmaq istəmirəm. Bunu misal üçün dedim.
Həmin o səhvləri də bu Elşad Miri tərifləyərək mənimsəyib, qəbul eləyib. Sözsüz ki, bu səhvlər bir nəfərin səhvi deyil, hansısa bir cərəyandır ki, onu İslama qatıblar və müsəlmanları parçalamaq üçün belə bir ideyanı ortaya atıblar. Və Elşad Miri kimləri də bu kimi tərcümələrdən götürüb bəhrələnir və hərə öz xalqını azdırmaqla məşğuldur. Amma İslama gəlmisənsə, xoş gəlib, səfa gətirmirsən. Lakin buyur, gəl, ayaqqabıları soyun, yuxarı başda otur, özünü qonaq kimi apar. İslamın 1400 ildir möhkəm dayaq üzərində dayanmasına baxmayaraq, qonağın gəlib evdə onu dəyişmək, bunu dəyişdirmək, evdə stolun yerini dəyişmək və s. eləmək isə bu sözsüz ki, qonağın ədəbsizliyidir. Və sən də əslində belə eləməlidir. İslama gəlmisənsə, alimlərin, İslam yolunun tanıdığı əhkamlar ki var, sözlər ki var, onları dəyişdirmək özü böyük bir qəbahətdir. Həmin bu Məhəmməd Əsəddən danışarkən yadıma özünə Rəsul deyən, bizim ölkəmizdə yaşayan Ələsgər Musayev düşdü. Belə ki, onların da əlində güya Quranın mənaca tərcüməsi var. Elə eyni yolda, elə demək olar ki, ikisində də bir-birinə müəyyən şeylərdə oxşarlıq vardır. Mən əgər getirib burada oturub, açsaydım Quranı, başlasaydım ayələri oxuyub təbliğ eləməyə, orada başlasaydım, desəydim ki, burada filan surə, filan ayədə bu söz yazılıb, onda deyərdim ki, orada elə şey yoxdur. Quran ayəsi? Onda ayəni mən getirsəydim, ayəyə bir əlavə eləsəm, mən bunu fikir söyləyirəm. Ayə söylədiniz, dediniz ki, düzün mən demirəm, yoxdur, ben soruşuram. Keçmiş günahı unudub, yenisini başlayırsınız, öyle söz dediniz, Quranda Allah falan deyir. O hansı ayədir? Deyir, nə tez siz öz keçmişdəki günahları unutdunuz, yenisini əlirsiniz. Yəni, hansı ayədir? Qurandadır. Mənə deyəcək sizin Qurandadır. Oxumusan da Quran. Siz məndən dirəksiniz ki, o hansı ayədir? Sən tamamilə mövzu və məqsəddən kənarsan. Sən məqsədi deməmsən. Nə sən? Bir dənə baxış mən danışım, olar. Baxın, əziz izləyicilər, siz həmin o özündə Peyğəmbər, Rəsul deyən yalancı Peyğəmbər Ələsgər Musayevin əlində Quranın mənaca tərcüməsini gördünüz və bu tərcümə yalnız bunlara məxsusdur. Heç yerdə belə bir tərcümə yoxdur. Çox qəribədir ki, bu tərcümə nə ərəb dilinə uyğundur, nə də Azərbaycan dilinə uyğundur. Oxuyanda elə bilirsən ki, hansısa yad planetdir, Azərbaycan dilinə hansısa dili səhv salıb və qəribə budaq cümlələr düzəldib, güya Quran tərcümə edir. Başlaya bilər. Güvənirik Allah ilə şeytandan rəcimdən. Güvənirik Allah ilə şeytandan müraciət etmişdən. Baxın, əziz izləyicilər, bu özünə Peyğəmbər deyən şəxs deyir ki, güvənirik Allah ilə şeytandan müraciət etmişdən. Dini tərcümə eləməyin səhvin deyə qoyuruq qırağa. Güvənirik Allah ilə şeytandan. Bu bəyəm Azərbaycan dilinə, Azərbaycan türkçəsinə uyğun gəlirmi ki, güvənirik Allah ilə, yəni sən və Allah şeytana mı, güvənirik burada sığınırıq demək istəyir. Yəni sən və Allah, ikimiz birlikdə, yəni, əstəğfurullah, şeytandan mı sığınırsınız? Mən bilirəm bu səhvə necə eləmişsiniz. Orada əuzu billahi minəşşeytanirracim. Billah sözü, bir sözü ərəb dilində bir mənası ilədir. Ona görə də sən də güvənirik və sığınırıq Allah ilə deyirsən, billahi. Lakin anlamamışsınız ki, yəni siz yox, tərcümə eləyənlər. Tərcümə eləyən sizi aldadıb, siz aldanmışsınız. Burada bir sözü, həmin o bir ilə mənası vermir. Əuzu billah, yəni Allaha sığınıram mənası verir. Və sizlərə də illərdir mən suallar vermişəm. Sual vermişəm ki, siz heç biriniz bu ərəbcə bilmirsiniz, bu Quran-ı Kərimin tərcüməsini, mənaca tərcüməsini sizə kim yazıb, kim tərcümə eləyib. Nə sirdirsə anlamıram, nə boynunuzu alıb kim tərcümə eləyib, onu demirsiniz. Sözsüz ki, sizin heç biriniz ərəbcə bilmirsiniz. Maraqlıdır ki, bu tərcüməni sizə kim eləyib və sizə verir. Maraq üçün sizə Ələsgər müəllimin əlində olan bu tərcümədən bir nümunə gətirim. Misal üçün, Uca Allah Quran-ı Kərimdə buyurur ki, ələm təra, görmədinmi? Bunların tərcüməsi necədir? Görmədinmi? Ərəb dilində sözü bizim mu şəkilçisidir, sual verir. Yəni, ələm təra, görmədinmi? Ələsgər isə onların əlində olan tərcümədə isə görmədinmidir. Mən sözsüz ki, onunla debat eləmişdim, qabaq bunlara yığıb hazırlaşmışdım və nə deyəcəyimi hazırlamışdım. Dedim ki,
Niyə burada deyirsən? Görmədinmi? Deyir ki, ərəblər bədəvi ərəblər idi deyə Allah Taala onlarla belə danışır, küçə formasında danışır. Görmədinmi? Mən də ona dedim ki, o zaman uca Allaha mələklər də xitab eləyərək həmin o sözünü işlədirlər və deyirlər ki, qalu atec'alu fiha men yufsidu fiha və yasfiku dima. Onlar belə demişdilər mələklər. Orada fitnə fəsad törədib qan tökəcək birini yaradacaqsanmı? Yəni atec'alu fiha, yaradacaqsanmı? Yəni mələklər də Allahla məgər küçə dilində danışırlar. Yəni misal çəkdim ki, bunların tərcümələri bundan ibarət. Deməli, doğrusunu Allah Taala bilir. Hansı qüvvələr ki var, Allah bilir. Quranı bərbad vəziyyətdə, dindən, İslamdan, hətta dildən uzaq olan formada tərcümə eləyib, gülünc vəziyyətdə bəzi aldanmışlara təqdim edirlər ki, buyurun, gedin ölkəmizdə bu dini yayın, bu formada yayın, missiyamızı həyata keçirin. Ona görə də hər bir insanın vicdanı olmalı, dünya malına görə və yaxud da hər hansı bir nəyəsə görə dinini dəyişib, İslam yolunu dəyişib, başqa yollara getməsi uca Allah qarşısında böyük bir cinayətdir. Bu şeylərdən çəkinməliyik, çünki hər birimiz vaxtında uca Allaha cavab verməli olacaq. Hələlik bu qədər. Uca Allah bizim xalqımızı fitnədən və fitnə əhlindən qorusun. Bu günlərimdə dəvət eləsələr yenə də debata çıxar.